Əziz müsəlmanlar, bugünkü mövzumuz bidət barəsində olacaq. Ümumiyyətlə, yəni bidət mövzusuna toxunacağıq. Yəni bidət söz olaraq nədir, lüğətdə nədir, bidətin tərifi nədir? Həmçinin sonda inşallah Eşən qardaşımız bizə bidət həsənə, yəni bəzi sufilərin və yaxud da bidət əhlinin gətirdiyi bidət həsənə, yəni yaxşı bidət qavramı İslam dinində var, yoxsa yox, bu barədə də inşallah toxunacağıq. Və hər birinizdən xahişim odur ki, paylaşmağı unutmayın. Videonun altında like düyməsi var, onu basmağı yaddan çıxarmayın və həmçində kim kanala abunə deyilsə, kanala da abunə olmağı yaddan çıxarmayın. Eşən qardaş, buyurun inşallah dinləyicilərimizə bu barədə məlumat verin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin, nebiyyina Muhammedin və ala alihi və ashabihi ecmain. Mövzumuz bidətdir. Ümumiyyətlə, əvvəlki dərslərimizdə şirkdən danışdıq. Şirk, həmçinin böyük günahlar, küfür. Və bugünkü mövzumuz da bidətdir. Və bidət də həmçinin indi izah edəcək mənasını. Demək, necə ki, alimlər qeyd edirlər, əl-bid'atu bəridul kufri və şirk. Yəni, bidət küfrün ünvanıdır və yaxud küfrə səbəb olan, küfrə aparan bir dəhliz deyil. Bəli. Və ona görə çox önəmli bir məsələdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demək, bizi, öz ümmətini bu əməldən, yəni bidətdən çəkindirib, dönə-dönə, yəni təkrar hədislərdə çəkindirib və həmçində bu barədə çox sayılı hədislər var. Birinci bidət nədir? Bunu açıqlayaq. Bidət sözü ümumiyyətlə bid'a sözündəndir ərəbcə və mənası öncədən olmayan, əvvəl olmayan bir şeyi ixtira etməkdir, yəni lüğəti mənada. Əvvəl olmayan, öncədən olmayan bir şeyi ixtira etmək, icad etmək. Yəni mənası budur. Necə ki, Uca Allah Quranda buyurur ki, bədi'us səməvati vəl ard. Allah öz barədəsində buyurur ki, göyləri və yeri yoxdan var edən, icad edəndir. Yəni əvvəl olmuyor, yox idi. Və yaxud başqa bir ayədə Allah təala buyurur ki, "Qul ma kuntu bid'an minar-rusuli." Yəni de ki, ey peyğəmbər, mən heç də ilk gələn peyğəmbər deyiləm. Yəni məndən əvvəl də peyğəmbərlər gəlib. Və lüğəti mənada budur. Yəni lüğəti mənada bid'a deyəndə əvvəl olmayan, öncədən olmayan bir şeyi demək, icad etmək, yəni yenilik deməkdir. O ki qaldı şəriətdə, yəni şəriətdə bidət nədir? Yəni burada bidətin şəriətdə tərifinə diqqət etmək yəni önəmlidir. Bidət şəriətdə Allahın, Peyğəmbərinin və həmçində Raşidi xəlifələrin buyurmadığı bir etiqadı və yaxud bir əməli dinə gətirməkdir. Yəni dində yenilik etməkdir. Və burada xüsusilə qeyd etmək istəyirəm, dində yenilik etməkdir. Çox vaxt elə düşünürlər ki, məsələn, misal gətir, onda bir maşın sürməyin də, nə bilim, mikrofonla niyə danışırsınız məscidlərdə? Xeyr, yəni burada yenə deyirəm, yəni bizim dövrümüzlə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin dövrünün arasında fərq bundan ibarətdir ki, sadəcə demək bizim dövrümüzdə bəzi dünyəvi işlərdə inkişaf var. Amma əqidə baxımından isə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin gətirdiyi dinlə bu gün sələflərin, əhl-i sünnənin və cəmaənin əməl etdiyi din arasında heç bir fərq yoxdur.